Hayırlı uğurlu olsun efendim. İstanbulda Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi ofisinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib. O, Türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında onların ikinci yer tutduğunu qeyd edib. Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çam, bu büronun iki qardaş ölkə xalqlarının bir-birini daha yaxından tanımasına xidmət edəcəyini deyib. Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva çıxışında büronun xalqlarımız arasındakı bağların daha da dərinləşməsinə vəsilə olacağına inamını ifadə edib. Tədbir çərçivəsində hər iki ölkənin turizm sənayesinin nümayəndələri arasında müvafiq sahədə əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.